Ona görə İnşallah. sonradan baxarsınız. Axşamınız xeyir Cəmilə müəllimə. Hər vaxtınız xeyir Mətanət müəllimə, necəsiz? Çox sağ olun. Siz necəsiz qadas? Yaxşıyam. Qadası, qada görməyəsiz. Sağ olun qadası. Siz sağ Çox olun. şad oldum. Mən də can. Sağ ol. Başlayaq Səbinə müəllimə. Bəli müəllimə, buyurun, başlayaq. Hər vaxtınız xeyir Nigar müəllimə. Tanıyıram müəlliməni. Hə. Səbinə müəllimə, danışaq nizamnamə ilə əsasnamənin fərqindən. Bəli müəllimə. Bilirik ki, əsasnamə nizamnamədən əvvəl qərar verilmiş, yəni olmuş bir qanunlar toplusudur. 1900-cü illərdə olmuşdu. Daha sonra 2010-cu ildən nizamnaməyə keçilmişdi və nizamnamə kimi adlandırılmışdı. Fərqləri nədir? Əsasnamədə elə adından bəlli olduğu kimi əsas orada olan qanunlardır, bizə gələn o prinsiplər toplusudur. Orada bizim hüquqlarımız və vəzifələrimiz və s. Nizamnamədə isə bu qanunlar nizamlı şəkildə tərtibatı kimi adlandırılır. Yəni çox da fərqi yoxdur, sadəcə adlar dəyişib və 2000-ci ildən artıq nizamnamədən istifadə olunur qanun cəhətdən. 2000-ci ildən, yoxsa birinci nizamnaməmiz 95-ci ilin 17 yanvar tarixində əsasnaməni əvəz edib və əsasnamə bilirsiniz nədir? Gəlin belə fərqləndirək, daha obyektiv yanaşaq. Deməli müəlliməm, müəssisənin niyə yarandığının əsası əsasnamədir. Məsələn, filan yerdə, məsəl üçün filan kənddə bağçaya ehtiyac var. Əsaslandırıram. Niyə görə? Məsəl üçün bu kənddə, bu şəhərdə 30 ailə var. Həmin ailənin uşaqları üçün bağça ehtiyacdır. Bu əsasnamədir. Amma nizamnamə isə artıq 1995-ci ildən etibarən birinci nizamnaməmiz onda qəbul olunub. Və nizamnamədə isə əsasən belə deyim də, burada artıq bağçanın daxili nizam-intizam qaydası, bağçadakı belə deyək də qanunlar, idarə olunma sistemi, bunlar hamısı nizamnamənin tərkibindədir. Bəli, müəllimə. Sadəcə bilirsiniz nə 2010 dedim? PDF oxumuşam o nizamnaməni, atılmışdı. Orada elə yazılmışdı, yəni ağlımda elə qalıb, amma indi bildim. Çox sağ olun. Hə, 95-ci ildə birinci növbədə əsasnaməni əvəz edib. Ondan sonra 2009-cu ilin 15 sentyabr tarixli fərmanının icrasını təmin edir prezidentinin. Bəli. Başa düşdünüz? Hər vaxtınız xeyir. İndi başa düşdüm, çox sağ olun. Başa düşdünüzmü? Ondan sonra bir də 2012-ci ildə 2 oktyabr tarixli qərarla yeni nizamnamə təsdiq edilib, əvvəlki nizamnamə ləğv edilmişdir. Yəni bunlar sırf olaraq faktlara əsaslanır. Bəs nizamnamə nədir və burada nələr öz əksini tapır? Ümumiyyətlə nizamnamədə nələr olmalıdır? Təbii ki, mən nizamnamədə burada məktəbəqədər təhsil müəssisəsini burada tərbiyəçilərdir, uşaqlardır, sonra burada qanun nümayəndələrdir, qəyyumlardır. Bunların hüquqları, vəzifələri, burada icra olunan qanunlar, nizamlar və sair toplusudur. Burada təbii ki, tərbiyəçi müəllimlərin vəzifələri var, hüquqları var. Sonra qanun nümayəndələrinin özlərinin hüquqları var, yəni valideynlərin hüquqları var, vəzifələri var, uşaqların burada hüquqları var. Məktəbəqədər təhsilin idarə edilməsi qaydalarıdır. Yəni və s. Demək olar ki, hər şey burada öz əksini tapır. Onda deyək, hüquqlar, vəzifələr, müəssisənin daxili nizam-intizam qaydaları, şuralar və onların vəzifələri. Düzdürmü? Bəli, müəllimə. Bunlar. Yaxşı. Onda belə bir şey də deyim. Mənə 3 dənə vəzifəniz, 3 dənə hüququnuz deyin. Sonra 3 dənə valideynin hüququ, 3 dənə də valideynin vəzifəsini deyin. Baş üstə. Bəli, baş üstə deyirəm. Buyurun. Çox sağ olun. Tərbiyəçi müəllimin hüquqlarından deyim ilk öncə istərsəniz. Hüququ odur ki, təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq, daha sonra mükafat almaq, təltif olunmaq və təlimin təşkilində istifadə olunan formal və metodları seçmək, daha sonra təbii ki, idarə edilmələrdə, təşkilatlarda iştirak etməkdir, layihələrin tərkibində iştirak etmək, əlavə təhsil almaq və s. Bu hüquqlara malik tərbiyəçi müəllimlər, yəni bizlər. Daha sonra vəzifələri hansılardır? Məktəbəqədər təhsil sahəsində dövlət standartları əsasında uşaqlara təlim-tərbiyə vermək, onları psixi, fiziki zorakılığın bütün formalarından qorumaq, Azərbaycan xalqının dilinə, dininə, adət-ənənələri, digər xalqların dilinə, adət-ənənələrinə uyğun şəkildə tərbiyə etmək, valideynlərlə əməkdaşlıq etmək, işçilərlə, digər həmkarları ilə əməkdaşlıq etmək, ildə bir dəfə tibbi müayinədən keçmək və s. bunlar da vəzifələridir. Daha sonra valideynlərin hüquq və vəzifələrinə gəldikdə, hüquqları nələrdir? Yəni onlar öz
qəyyumluğunda olduğu uşaqların hüquq və mənəviyyələrini qorumaq, onlar üçün bağça, yəni müəssisəni seçmək, daha sonra burada təşkilatların daxilində iştirak etmək, uşaqların sağlamlığı, qidalanması, təhsili haqqında məlumatlar almaq və sair hüquqları vardır. Vəzifələri hansılardır? Erkən yaşından uşağı fiziki, psixi cəhətdən inkişafını təmin etmək, Azərbaycan xalqının dilinə qarşı yetişdirilməsində iştirak etmək və bağçanın daxili qayda qanunlarına riayət edilməsində iştirak etmək, yəni qayda qanunu, nizam-intizamına riayət etmək və Bəli. Nizamnamənin tələblərinə uyğun hərəkət etmək vəzifəsi. Doğrudur. Yaxşı. Bir dənə də yaş qrupları üzrə uşaq sayında deyin. Aha, yaxşı, müəllimə başda. Elə bil ki, müəllimə birinci və ikinci kiçik qruplarda 15 uşaq olmalıdır, orta, böyük və məktəbə hazırlıq qruplarında 20 uşaq olmalıdır. Yəni norma budur. Aha, bəs 25 uşaq ola bilərmi? Normal, yəni qanunumuzda 20 verib deyə 20 olmalıdır. Məncə qanundan kənar olmamalıdır deyə düşünürəm. Məsəl üçün əhalinin sıx olduğu yerlərdə 25 ola bilərmi? O zaman biz qanunda dəyişiklik etmiş olacağıq. Yox, belə deyim də, qanunda deyil, sırf olaraq əhalinin sıx olduğu yerlərdə 25 uşaq ola bilər. Amma bu sizinlə amma bu sizinlə maaşınıza təsir etmir. Bəli, bəli. Nə də ki, başqa bir faktorlara təsir etmir. Sadəcə olaraq əhalinin sıx olduğu yerlərdə. Mən Şəkidə olmuşam praktikada, yəni Şəkidə təhsil almışam. Orada bağçaya gedirdik. 9 saylı bağça idi bu arada. Orada bəli var idi. Bəli, yəni əhalinin sıx olduğu yerlərdə bəli ola bilər. Amma bu nə sizin maaşınıza, nə də başqa bir şeyə təsir etmir. Etmir. Sadəcə olaraq siz nə tələb edə bilərsiniz? Çox uşaq olduğu üçün resurslar, avadanlıqlar, maddi-texniki baza cəhətdən bunları, bəli, onları tələb edə bilərsiniz dövlətdən, amma maaş cəhətdən bu sizə heç bir zaman təsir etmir. Bəli, doğrudur, bəli. Amma sizə sual versələr deyə bilərsiniz ki, yəni sırf olaraq 15-15, yəni orta qrupa qədər 15 uşaq, artıq orta qrupdan etibarən uşaqların sayı 20 olur. Qarışıq qruplarda bəs necədir? 1-3 yaş, 3-6 yaş qruplarında? 1-3 yaşda müəllimə olacaq 10, 3-6 yaşda da olacaq 15. Yəni hərəsindən 5-5 azalır. 5-5 azalır, bəli müəllimə. 5 azalır bu şəkildə, doğrudur. Yaxşı, bir dənə də müəllimə, hansı bizim məktəbə qədər müəssisələrimiz var? O haqqda da mənə məlumat verin. Müəllimə, körpələr evi var. Körpələr evi uşaq baxsın. Onu demirəm. Məktəbə qədər müəssisənin neçə növü var? 3 növü var. Dövlət, özəl. Bəli, dövlətdir, özəldir, bələdiyyədir, bəli. Özəldir, bələdiyyədir. Uşaqları bu müəssisələrdən hansı hallarda kənarlaşdıra bilirik? Yəni hansı hallarda ayrıla bilərlər? Uşaqlar özləri yoxsa müəssisə öz fəaliyyətini dayandırmalı deyirsiniz? Yox, ümumiyyətlə, nə zaman uşaqları biz müəssisədən kənarlaşdıra bilərik, hansı hallarda? Hansı hallar? Təbii ki, valideyn istəyərsə, kağız gətirərsə, valideyn öz, yəni istəyi ilə ola bilər. Məsələn, kağız gətirə bilər ki, mən evimi və yaxud olduğum şəhəri, rayonu dəyişirəm. Məcburən biz ona, yəni heç bir söz deyə bilmərik. Yaşayış yerini dəyişərsə, ona görə uşaq bağçadan kənarlaşdırılmır. Müəllimə, biz kənarlaşdırmaq axı valideyn istəyərsə, özü yəni belə deyək də, xaric edilməsi deyək. Uşaqların müəssisədən xaric edilməsi. Əgər məsəl üçün uşağın bir xəstəliyi var və o xəstəlik haqqında bizə məlumat verilməyib və biz bu halı görürük və istəyirik ki, gətirin də bu, yəni bizə bunu deyin, məlumatlandırın. Gətirilmirsə və yaxud deyilməyibsə, bu zaman istər-istəməz uzaqlaşdırılmalıdır. Deyək, onda valideynin ərizəsi varsa. Düzdürmü? Bəli. Tibbi göstəriş varsa, bəli, ona əsasən bir də özəl müəssisələrdə, bələdiyyə müəssisələrində müqavilənin şərtləri pozulduğu hallarda bilirsiniz də, onlarda müqavilə iləndir, amma dövlət müəssisəsində müqavilə deyə bir şey yoxdur. Mənə puldan olduğuna görə də onlarda məncə. Bəli, onlarda müqavilə var. Məsəl üçün ödəniş vaxtında olunmazsa və yaxud valideyn öz öhdəliyi, onda artıq kənarlaşdırırıq. Yaxşı. 4 yaşlı bir uşağın gün rejimi ilə bağlı fəaliyyətləri necə təşkil edərsiniz?
Gün rejimi halda. dedikdə ilk öncə bu haqqda məlumat verim ki, müəllimə bu sistemli, nizamlı, təkrarlanan bir prosesdir. Gün rejiminin özündə komponentləri var. Uşaqların səhər qəbuludur, səhər qidalanması, səhər gimnastikası, qidalanmadır, tədris məşğələləridir, oyunlardır, gəzintidir, nahardır, daha sonra yuxudur. 4 yaşlı uşaq yəqin mənim ya orta qrup sayı 3-4 ya da ki 4-5 böyük qrupdur. Yəni bu şəkildə olmalı. Səhər qəbulu, uşaqların səhər müayinəsi, Yuxusu nə qədər olmalıdır müəllimə? Yuxu müddəti nə qədər təşkil edərsiniz? Yuxu müddəti mənə ən uzaq 3 saatdan az olmamalıdır məncə. Aha, yuxu 4 yaşlı uşağın yuxu müddəti müəllimə gündə bir dəfə 2 saat müddətində olmalıdır. Məncə körpələrdə çox idi də mən bilən. Körpələrdə 1 yaş, 1 yaş yarım, 3 saat yarım müddətini əhatə edir gündə 2 dəfə. Gündə 2 dəfə. Amma belə 4 yaşlı qruplarda sadəcə 1 dəfə və 2 saat müddətini əhatə edir. Bəli. Təşəkkür edirəm Səbinə müəllimə. Çox sağ olun. Əlasız. Çox xoş idi. Təşəkkürlər. Mənim üçün də xoş oldu. Nəzrin müəllimə Əhmədova. Nazilə müəllimə sona düşdüm. Sağ olun müəllimə. Axşamınız xoş. Hər vaxtınız xeyir olsun Nəzrin müəllimə. İndi müəllimə deyin. Müəllimə dedim necəsiz? Eşitməcək. Yaxşıyam. Siz yaxşı olun can. Necədir? Hazırlıq necə gedir? Bunu da müəllimə. Həvəsdən düşməsək yaxşıdır. Düşməyin. Davam eləyin. Siz də mənə deyin müəllimə. Məktəbə qədər müəssisənin, yəni təhsil müəssisəsinə görə hansı növləri var? Körpələr evi, onu deyirsən. Aha, bəli. Körpələr evi uşaq bağçası, xüsusi uşaq bağçası, daha sonra başqa elə onları deyin. Körpələr evi, uşaq bağçası, körpələr evi, bir də uşaq bağçası. Bəli. İndi yaş qruplarını deyin. Bəli, körpələr evi, uşaq bağçası. Bunlar 1-3 yaş əhatə edir. Yox. Uşaq bağçası deyildi. Baxın, körpələr evi, uşaq bağçası deyirsiniz. Həm körpədir, həm uşaqdır. Deməli 1-6 yaşdır. Bəli. Körpələr evi olur 1-3. Körpələr evi, uşaq bağçası 1-6. Xüsusi uşaq bağçalarda bunlar sırf məsələn xüsusi qayğıya ehtiyacı olan. Yox, xüsusi onu demirik də. Bizdə normal tipik uşaqların olduğu 3 dənə müəssisə var. Birincisi körpələr evi, uşaq bağçası, bir də adi uşaq bağçası. Körpələr evi 1-3 yaş, körpələr evi, uşaq bağçası 1-6 yaş, uşaq bağçaları 3-6 yaş. 3-6 yaş. Bəli, bu qədər. Müəssisənin iş saatları? Hansı müəssisə müəllimə? Ümumiyyətlə bizim məktəbə qədər müəssisələrin iş saatları nə qədərdir? İş saatları səhər qəbul olur. Məsələn, müəllimi 8-də səhv etmirəmsə uşaq qəbul. Onu deməyin. Deyin məsəl üçün 9 saat, 10 saat, 10 saat yarım, 12 saat, 24 saat bu qədər. Bəli, bildim bunlar deyirsən. 9, 10, 12, 24 saat. Bəli, Gülgəz müəllimə. Yaxşı. Qidalanmada kimlərin rolu var? Qidalanmada təbii ki, qidanı hazırlayan hər bağçada olur, aşpaz deyirik biz ona, yəni qida hazırlayan şəxs. Daha sonra kim nəzarət edir? Nəzarəti kim həyata keçirir? Nəzarəti təbii ki, müdiriyyət də keçirə bilər, tərbiyəçi müəllim də, sonra tibb işçisi hər gün hazırlanan qidadan nümunə götürür, onu yoxlayır ki, uşaqlar üçün sonra əgər nəsə bir problem varsa, yəni valideynləri əminlik üçün, valideynləri necə deyirlər, yəni sübut olaraq daha doğrusu, həm də uşaqların təhlükəsizliyi üçün tibb işçisi yoxlayır. Amma ümumilikdə məsələn müdiriyyətdə, tərbiyəçi də hər zaman nəzarət etməlidir. Onda belə deyək də, tam qanuni şəkildə deyək. Birinci növbədə müdir, tibb bacısı, bir də təsərrüfat müdürü. Müdür, tibb bacısı, bir də təsərrüfat müdürü. Bəli. Bəs qidanın keyfiyyəti hansı sənəd əsasında müəyyən olunur? Bunu bilmirəm müəllimə. Kim deyər, qidanın keyfiyyəti hansı sənəd əsasında müəyyən olunur? Müəllimə, axşamınız xeyir. Mən bilən, yəni Azərbaycan Respublikasının qida agentliyindən gəlir də qidalar. O sənədi deyirsiniz. Yox, elə yox. Belə deyim, baxın yadınızda qalsın, biraz uzundur, amma yadınızda saxlayın. O qida agentliyi filan onlar nazirliklə əlaqəlidir də. Bizə sırf olaraq qidanın keyfiyyətinin hansı sənəd əsasında müəyyən olunmasını sual versələr, deyirsiniz ki, təhsil müəssisəsinin tikintisinə və maddi texniki bazasına, sanitar gigiyena tələblərinə uyğun olan normativ hüquqi aktlar əsasında qidalanmanın nəzarəti dövlət tərəfindən həyata keçirilir. Fərdə müəllimə şokdadır. Bəli, bunu yadda saxlamaq
Yadınıza bir daha təkrar edim onda. Deməli, desələr ki, qidanın keyfiyyəti hansı sənəd əsasında müəyyən olunur? Deyirsiniz, təhsil müəssisəsinin tikintisinə və maddi texniki bazasına, sanitar gigiyena tələblərinə uyğun olan normativ hüquqi aktlar əsasında qidalanmanın nəzarəti dövlət tərəfindən həyata keçirilir. Qida təhlükəsizliyi falan onlar çox belə deyim də nazirliklə əlaqəli. Bizim ona uyğun aktımız var. Yəni akt olaraq da bu sadaladıqlarım öz əksini tapır. Yaxşı, bir dənə də belə bir sual verəcəm sizə, müəllimə. Bəs ümumiyyətlə təlimin təşkilində kimin rolları var? Kimlərin rolu var, daha doğrusu sualımı dəyişdirim, belə verim. Təlimin təşkil olunmasında kimin rolları var? Təlimin təşkilində ən başdakı tərbiyəçi müəllimlərin rolu var. Xeyr. Xeyr. Müəllimə. Ən birinci Elm və Təhsil Nazirliyinin rolu var. Oradan başlayaq. Bəli, oradan başlayın. Ən birinci kimin rolu var? Ən başda, bəli, onların Elm və Təhsil Nazirliyi, onların verdiyi qayda qanun, məsələn, kurikulum sistemi, bizə verilən dövlət standartları, məsələn, bunları Elm və Təhsil Nazirliyi yaradır və biz də o qaydalar əsasında tərbiyəçi müəllimlər uşaqların məşğələlərini həyata keçiririk, təlim tərbiyəsində iştirak edirik, fəal iştirak edirik. Daha sonra uşaqların təlimində biz valideynlərlə əməkdaşlıq edə bilərik. Xeyr, müdür, bağçanın müdürü. Bəli, onu deyəcəkdim aslında, amma valideynlər olmaz şey. Məsələn, biz deyirik ki, valideynlər deyəcəyik də, onun da sırası var. Hələ gələk də müəllimə, tələsməyin. Yavaş-yavaş. Müdür, sonra metodist. İndi bir açıqlayaq. Elm və Təhsil Nazirliyi birinci növbədə nə edir? Təhlükəsiz təlim şəraiti qurur, infrastrukturu verir, maddi texniki baza verir, düzdürmü? Dəstək olur, kadr hazırlığı, proqram standartlarını bizə hazır şəkildə verir. Bu Elm və Təhsil Nazirliyi demirik, ümumiyyətlə Elm və Təhsil Nazirliyi deyirik. Orada da özünüzü ifadə edəndə birinci növbədə demirsiniz Təhsil Nazirliyi. Çünki artıq bilirsiniz də Elm və Təhsil Nazirliyi adlandırılır. Daha sonra deyirsiniz bağça müdürü. Bağça müdürü də sistemə nəzarət edir. Daxili nəzarət sisteminə baxır. Nümunəvi nizamnaməyə əməl olunub-olunmaması ilə maraqlanır. Ailələrlə işin təşkilində rola baxır. Sonra tərbiyəçidən tələb edir ki, bayramlar təşkil et, tədbirlər təşkil et. O cümlədən daxili nizam qaydalarına nəzarət et. Sonra metodist gəlir üçüncü olaraq. Metodist də nə edir? Metodist də təlim-tərbiyə işinə rəhbərlik edən, bilirsiniz də, ali pedaqoji təhsilli bir mütəxəssisdir. İcmalın, planın düzgün yazılmasına rəhbərlik edən şəxsdir. Sonra tərbiyəçi gəlir. Tərbiyəçi də uşaqların hərtərəfli inkişafını təmin edən ali və orta ixtisas təhsilli şəxsdir. Sonra tərbiyəçi müəllimə də uşaqların təlim və tərbiyəsinə yönəlir, yeni metodlardan istifadə edir. Ondan sonra uşaqlar da ümumiyyətlə uşaq yönümlü prinsipin qorunması, onların maraqlarının nəzərə alınması üzərində təhsilin qurulmasıdır və sonuncu valideyndir. Valideyn də təhsil üçbucağının zirvəsidir. Yəni zirvəsi, üçbucağın zirvəsi valideyndir. Oturacaqları isə müəllimlə uşaqlardır ki, çünki biz harda kəsişirik? Müəllimlə uşaq harda kəsişir? Valideyndə kəsişir, düzdürmü? Bəli. Yəni, hər ikisinin ortaq nöqtəsi valideyndir. Deməli, onda müəllimlə uşaq valideyndə kəsişdiyi üçün burada əməkdaşlıq, burada hər tərəfli inkişafı üçün valideynlə müəllimin əməkdaşlığı xüsusi bir şərt hesab olunur. Aydın oldu? Bəli, mənim Siz sağ olun. İndi biraz da danışaq. Siz mənə şəxsiyyət yönümlülük nə deməkdir ümumiyyətlə? Uşağı bir şəxsiyyət kimi yetişdirmək üçün bizə nələr lazımdır? Bəli, şəxsiyyət yönümlülük bilir ki, biz didaktik prinsiplərimizdə də var şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük əsas məğzi ondur ki, uşağı bir şəxsiyyət kimi yetişdirmək, uşaqda zəruri həyati bacarıqları inkişaf etdirmək. Məsələn, uşaqlarda bizim məqsədimiz deyil ki, tərbiyəçi olaraq bir Azərbaycan vətəndaşı şəxsiyyət yetişdirmək, hər tərəfli inkişaf etmiş, həm tərbiyəvi cəhətdən, həm təhsil cəhətdən düzgün dünya görüşü uşaqlarda formalaşdırmaq. Uşaqları məsələn biz deyək ki, bir Azərbaycan vətəninə hörmət edən, öz vətən rəmzlərini tanıyan və hər bir dövlətə də həmçinin hörmət edən, yəni uşaqlarda bir demokratik bir üslubda uşaqları tərbiyə etmək və burada şəxsiyyət yönümlülüyü nə dediniz başqa? Uşağı bir şəxsiyyət kimi yetişdirmək üçün lazım olan faktorları dedim, sadaladınız. Həmçinin orada bir şey də qeyd edə bilərsiniz, bu sizin daha çox bilmiş olmağınızdan xəbər verər.
Deyə bilərsiniz ki, mən şəxsiyyət yönümlü şəxsiyyət kimi bir uşağı yetişdirməyim üçün pedaqoji tamlığı qorumağım lazımdır. Bunu da necə qoruyaram? Uşağı həm öyrədərəm, həm tərbiyə edərəm, həm də inkişaf etdirərəm. Bəli, bu 3 dənə nüansı yerinə yetirməklə mən uşağı tam bir şəxsiyyət kimi yetişdirərəm. Həmçinin uşağı şəxsiyyət kimi yetişdirmək üçün mənə sırf olaraq Valdorf nəzəriyyəsindən 4-cü inkişaf sahəsi lazımdır. Çünki bilirsiniz də Valdorf nəzəriyyəsi ilə bizim 4-cü inkişaf sahəmizin tərəfdarı idi. Yəni əlaqəli danışsaz, mənim sizdən daha çox xoşum gələcək. Mənim sizdən daha çox xoşum gəlsə, digərlərini seçməmə şansım daha çox ön planda olacaq. Çünki siz mənə ətraflı danışırsınız, nəzəriyyəni bilirsiniz. Daha sonra pedaqoji prosesin tamlığını da bilirsiniz. Yəni əhatəli danışırsınız deyə. Bu mənə bildirir ki, Nəzrin müəllimə hər tərəfli müəllimədir. Hər şeydən xəbərdardır. Aydın olurmu? Bəli, düzdür. Başa düşdünüz? Yəni Valdorfla da əlaqələndirə bilərsiniz, tamlıqla da əlaqələndirə bilərsiniz. Sadəcə əlaqələndirilmələriniz real olmalıdır. Yəni mən Valdorf aidiyyatı yoxdur, deyim Valdorf nəzəriyyəsi. Montessori aidiyyatı yoxdur, deyim Montessori nəzəriyyəsi. Belə yox. Aydın oldu mu? Yəni ona görə əlaqələndirmələrimizi düzgün şəkildə aparmalıyıq. Təşəkkür edirəm Nəzrin müəllimə. Çox sağ olun iştirakınız üçün. Var olasınız. Sağ olun. Müəllimə, Bəli. axşamınız xeyir sözünüzə Hər keçirəm vaxtınız üzrlü sayın. Müəllimə, bizdə yağış yağır, yəni Wi-Fi gedib megavatla. Onlar mənə biraz sual verəsiniz. Verim də, elə siz istəyin. Elə qəşəng suallar. Türkan müəllimə, onda Nazilə müəllimə ilə davam edim, ondan sonra sizə qayıdacağam. Danışın müəllimə, pedaqoji şura nədir? Ay müəllimə, xoşum gəlmədiyi yerdən dediniz. Pedaqoji şura əslində müəllimə belə başa düşmüşəm ki, yəni öz sözlərimlə deyim ki, burada məsələn bağça haqqında hər hansı məsələn biz qərar vermək istəyirik. Bu pedaqoji şura yığılır və bu qərarı qəbul edirlər. Bu pedaqoji şuraya da aiddir. Məsələn, bağçanın müdürü, yəni müdürü, daha sonra metodist. Məsələn, burada defaktolog və ya da logoped də ola bilər, tərbiyəçi müəllim də ola bilər. İmkan olduqca məsələn tibb işçisini və yaxud da valideyni də daxil edə bilərik. Burada müzakirə edirik. Valideyn də. Pedaqoji Necə şurada valideyn. Bilmirəm. Yəni həqiqətən biz yəni təlimizdən eşitmişəm ki, ehtiyac olduqda valideyni də çağıra bilərik. Amma əsas etibarı ilə pedaqoji şura belə deyək də pedaqoji sözü olduğu üçün müəllimə orada müəllimlər. Aha, bəli, tamam, müəllimələrdir. Bəli. Aha, metodist olsun məsələn, müəllimə, tərbiyəçi müəllim, lazım olduqda tibb işçisi də ola bilər. Yəni əsasən pedaqoji kollektiv lazımdır bizə. Pedaqoji şura deyirəmsə, bu ali idarəetmə orqanıdır. Niyə görə alidir? Çünki pedaqoji heyət olduğu üçün, təlim-tərbiyə verdikləri üçün, təhsil işçiləri olduqları üçün, ona görə də pedaqoji şura ali idarəetmə orqanıdır. Yəni özünü idarəetmə orqanı deyil, valideynlər şurası kimi, qəyyumlar şurası kimi. Burada ali, yəni yeganə qurumdur ki, yeganə şuradır ki, ali idarəetmə orqanı deyirik. Niyə görə? Çünki burada təhsil işçiləri var, burada kollektiv var. Başa düşdünüzmü? Ona görədir. Hər hansı bir qərarı qəbul etmək üçün yığılırlar. Yəni bir qərar qəbul edirlər. Hər kəs öz fikrini sərbəst şəkildə ifadə edir. Onda pedaqoji şura desəm ki, nələrə baxa bilməz? Yaxşı, baxdığı məsələləri dediniz də, indi görüm baxmadıqlarını mənə deyin. Nələrə baxa bilməz? Nələrə? Nə ola bilər? Mən deyim görün nəyə baxar, nəyə baxmaz. Aha, buyurun. Məsəl üçün deyirəm ki, kadrların ixtisaslaşdırılması, yenidən hazırlanması məsələlərinə baxa bilərmi? Xeyr, müəllimə. Kadrlara baxa bilməz. Baxar. Elə gözəl baxar. Kadr deyəndə nə nəzərdə tutursunuz? Müəllimlər də, kadrlar müəllimlərinizdir də. Bəli, baxar. Amma desəm ki, əmək müqaviləsinin xitamı baxar. Hə, ona baxa bilməz müəllimə. Ona baxa bilməz. Maaşların hesablanması baxa bilər. Ona da baxa bilməz. Əlavə ödənişli təhsil xidmətlərinə baxa bilər. Əlavə ödənişli məncə yox müəllimə. Baxa bilər. Əlavə ödənişli təhsil xidmətləri baxılmasında iştirak edə bilər. Bəs yaxşı, desəm ki, büdcənin bölüşdürülməsi baxa bilərmi? Büdcə? Bəli. Xeyr, büdcənin bölüşdürülməsinə pedaqoji şura baxa bilməz.
Maaş Tərbiyəçinin müəllifisi, bunu tam bilmirəm, yəni. baxmalısınız, bilməlisiniz. Çünki pedaqoji şura nizamnamədir və nizamnamədə məktəbə qədər aid olan bir proqramdır. Ona görə bilməlisiniz. Sizə deyiləndə ki, müəllimə, pedaqoji şura nəyə baxacaq? Deyəcəksiniz, kadrın ixtisaslaşdırılması, yenidən hazırlanması, əlavə ödənişli təhsil xidmətləri, nizamnamədə müəyyən dəyişikliklər edilməsi, pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi, bunların tətbiqi və yayılması, bunlara baxa bilər. Amma büdcənin Əməl bölüşdürülməsidir, müqaviləsinə təsərrüfat, xitamdır, buna baxa bəli. bilməz. Həmçinin tərbiyəçinin işə qəbuludur, çıxarılmasıdır, Bəli, müdirin bəli, işə bunlara baxa qəbulu, bilməz. çıxarılmasıdır, yeni metodları dedik, o aiddir. Bir də maaşların hesablanmasıdır ki, bunlara baxa Baxa bilmir. bilməz. Aydın oldu, bunlara diqqət yetirərsiniz. Bəli. Daha sonra bir də konfliktli bir, mübahisəli bir məsələ olsa, buna baxa bilər. Bəli, müəllimə, ola bilər. Bəli, Yəni ona baxa bilər. bir yerdə söhbət edərək, yəni məsələni həll edə bilərlər. Problemli Bəli, həll edə vəziyyətdən bilərlər. çıxış yolu tapa bilərlər. Düzdür. Bəs məktəbə qədər təhsil müəssisəsinin tədbirlərində iştirak etmək kimi bir belə deyim də Bəli. vəzifəsi, belə deyim, orada bir hüququ varmı? Yəni təşkil etmək, bəli, bütün kollektiv yığılıb təşkil edə bilərlər. Bəli, var. Bəli, var. Düzdür. Bəli. Bəs qəyyumlar kimdir? Qəyyumlar müəllimə həm valideynə, həm də ki o uşaqlığa götürürlər, yəni valideynləri olmur və yaxud da uşaqlığa götürürlər həmin uşağı, ona qəyyumlar deyirlər. Valideynlər və Yalnız o, qəyyumluğa götürənlər. belə deyək, baxın, qəyyumlar həm fiziki, həm də hüquqi şəxslərdir. Yəni məktəbə qədər təhsil müəssisəsinin inkişafına yardım edirlər. Bəli. Daha sonra bura Köməkli valideynlər, göstərirlər, vaxtında. bəli, maliyyə və digər maddi yardımlar göstərən hüquqi şəxslər, onların nümayəndələri, media nümayəndələri, ictimai təşkilatların nümayəndələri və digər fiziki şəxslər bura daxil ola bilər. Bildim. Yaxşı. Qəyyumlar Şurası hansı prinsiplər əsasında fəaliyyət göstərir? Bu gün gözləmədiyiniz yerdən top atıram, hə, deyəsən. Bəli. Hansı, yəni necə prinsiplər deyirsiniz müəllimə? Birinci. Qəyyumlar Şurası könüllülük, bərabər Könüllülük. hüquqluluq, bir də aşkarlıq prinsipləri əsasında belə deyim də xidmət göstərir. Bunlar əsasında Öyrətmə fəaliyyət göstərir. psixologisi onlara müəllimə, burası metodika zəifləyib. Düzdür, belə Metodikanda dərsi belə bilirik müəllimə, yəni metodika Hı. deyəndə ki, bilirəm proqramı bütöv, amma bu yerlərdə çaşqınlığım var. Gərək daha Nizamnamə çox möhkəmləndirin Nazilə müəllimə. Bilmirik Yaxşı, hardan müəllim. vuracaqlar, necə edəcəklər. Yaxşı. Ona görə müəllim. çalışın, buranı gücləndirəsiz. Yaxşı, bir dənə də sual verim. Bəli. Məktəbə qədər təhsil müəssisəsində hansı sənədlər tələb olunur? Onların təsdiqi ilə bağlı nə deyə bilərsiniz? Aha, sənəd uşaqların qəbul olunması üçün yoxsa ümumiyyətlə məktəbə qədər? Ümumiyyətlə hansı sənədlər olur? Məsəl üçün tərbiyəçi istifadə edir, hansılardır? Bildim müəllimə. Məsələn, müəllimə tərbiyəçi istifadə edər. Məsələn, uşaqların davamiyyət dəftəri ola bilər, jurnalı ola bilər. Yəni uşaqların qəbul olunma saatları falan olsa, onları yazan dəftər və yaxud da jurnalı, tərbiyəçinin öz portfoliosu da ola bilər. Onun içində məsələn öz yaradıcılıqlarını və yaxud da ki, məsələn hər hansı bir seminardan sertifikat əldə edibsə, onlar orada ola bilər. Daha sonra F ilə başladı. Müəllimə Felçer dəftəri idi, nə idi, belə olmalı idi. Daha sonra jurnalı dedik. Bəs yaxşı, qida normativi ola bilər? Bəli. Ay müəllimə, xeyr, qida normativinin orada nə işi var? Necə yəni müəllimə başa düşmədim. Qida normativi da, qida normativlər məsəl üçün. Necə bilirsiniz ki? Elə də deyir, hamı elə bir şey hər şey bilir də burada, elə də. Ay yox, özləri bizə gülürlər ki, biz axı səmimiyik, ona gülürlər. Yoxsa Səbinə müəllimə də bayaq çox şey. Yox, qəribə olmayın. Yəni qida normativi nədir? Müəllimə, qidanın norması da, yəni nə qədər verilməlidir? Bunlar tərbiyəçinin iş qovluğunda olmalı. Olmaz axı. Olmaz, bəli. Sonra daxili intizam qaydalarıdır. Bu ola bilər? Daxili nizam-intizam, bəli də müəllimə aiddir, vəzifəsidir. Daxili nizam-intizam qaydalarını əməl etmək. Yox, bu da olmamalıdır. Bu da olmamalı. Daxili intizam qaydaları olmamalıdır. Davamiyyət dəftəri, tərbiyəçilərin davamiyyət dəftəri olmalıdır. Aha deyirsiniz? Olmalı. Davamiyyət yox. Müəllimə, sizə nə? Uşaqların davamiyyəti. Aha, bəli. Sizə nə? Səbinə müəllimə bu gün işə gəlib, gəlməyib, onun davamiyyətindən, düzdürmü? Onun aidiyyəti yoxdur. Uşaqların olmalıdır müəllimə. Mən davamiyyət edəcəm, uşaqları nəzərdə tuturam. Bəli, bəli,
Ha, Bəli. müəllimə, Aha. Sonra kollektiv müqavilə olmalıdır. müqavilə, xeyr. Aha. Xeyr, olmamalıdır. Yaxşı, özümüzün işimizlə bağlı, məzuniyyətimizlə bağlı qeydiyyat vərəqələri olmalıdır. Ola bilər müəllimə, özümüz Ola üçün tuta bilər, bilərik. bəli, ola Olar, bilər. bəli. Əmr kitabı tərbiyəçinin istifadə etdiyi ola bilər. Bəli, tərbiyəçi istifadə Aha. edirsə ola bilər. Aha, ola bilər. Burada mənə Sonra ipucu verdiniz. Hə, ola bilər. yaxşı. Qrupumuzdakı uşaqların sayı ola Bəli, bilər. müəllimə, ola bilər. Ola Yəni bu gün bilər. neçə nəfər Aha, gəlib, məsələn, gəlib, axır biz bəli. son bunu yəni müdirə xəbər verməliyik. Neçə nəfər gəlib, neçə nəfər Mhm. gəlmir. Yəni praktikada mən belə görürdüm. Müəllimlər Mhm. sayları yazırdı, verirdilər müdirə. Yəni belə gördüm, o da olmalıdır. Mhm, olmalıdır. Yaxşı. Bəs məsəl üçün sınan qabların siyahısı ola bilər? Xeyr. Xeyr. Əla, Ola olmamalıdır. bilər. Yaxşı, şənbə günləri məktəbə qədər yaşlı uşaqlar üçün hansı Aha. fəaliyyətləri təşkil Müəllimə, edərsiniz? əslində bəli biz bilirik ki, 5 gün məşğələ keçilir də, amma 6-cı gün daha çox uşaqlara məşğələ keçirilmir. Bunu oyunlar vasitəsilə, yəni uşaqların marağına uyğun oyunlar quraraq, yəni keçə bilərik. Şənbə günü daha çox uşaqların yəni oyunlar keçirtmək və yaxud da video materiallar izlətmək belə ola bilər. Amma sırf məşğələ keçirilmir, əyləncəli Bəli. oyunlar, Bəli, yəni belə sağlamlaşdırıcı keçirilir. tədbirlərdir, idman bayramlarıdır, Oyunlardır, yarışlardır, gəzinti müddətinin uzadılmasıdır. Bunlar bəli. bəli, təşkil olunur, düzdür. Yaxşı, bir dənə də sual verim sizə müəllimə. Bəli. Valideynlər Şurası haqqında da deyə bilərsiniz, bizə məlumat verə bilərsiniz, yoxsa yox? Şura, bu gün şura mənim yuxuma gələcək. Şura mənim valideynlər şurası, yəni valideynlər icrası kimi nəzərdə tutursunuz da, elə, ya necə? Bəli. Tam. Yəni valideyn şurasının desələr ki, funksiyası nədir? Valideyn şurasının Aha, funksiyaları valideyn, yəni hansılardır? müəllimə hüququdur ki, əlbəttə ki, uşaqlar üçün məlumat almaq. Bu da tərbiyəçi vəzifəsidir ki, uşaqlar haqqında valideynlərə məlumat vermək. Yəni valideyn iclası təşkil edirik, yəni əvvəlcədən bunu planlaşdırırıq. Yəni valideyn uşaq haqqında məlumat ala bilər, onun həm fəaliyyəti, həm nailiyyəti haqqında iclas keçiririk. Yəni bunu bilirəm müəllimə. Yəni valideynlər iştirak edir burada. Funksiyası müəllimə, birinci növbədə əsas funksiyası nədir? Müəssisənin nizamnaməsinin müzakirəsində iştirak edə bilər. Ona müəyyən qədər yeniliklər edilməsi barədə təkliflər irəli sürə bilər. Uşaqlara göstərilən təhsil olsun, sağlamlaşdırıcı xidmətlər olsun, o cümlədən ödənişli, onların təşkili məsələlərinə baxa bilər. Müəssisədə təhsil proqramının həyata keçirilməsi üçün şərait yaradılması barədə ona baxa bilər. Daha sonra birbaşa olaraq belə deyim də, mənim özüm də spontan olaraq yadıma salıram. Müəssisənin tədris ili ərzində valideynlərlə apardığı işin yekun hesabatında iştirak edə bilər. Sonra, yəni çoxdur da, sadalayacağım və sair və ilahır bu şəkildə funksiyaları var. Hüquqları nələrdir desək, özünü idarə orqanı kimi müəssisənin idarə olunmasında iştirak edə bilər. Müəssisə rəhbərindən şuranın qərarlarının yerinə yetirilməsini tələb edə bilər. Bu şəkildə hüquqları var. 2 dənə hüququ var, yəni qısa konkret desək. Vəzifələri amma daha çoxdur. Məsəl üçün, hansı vəzifələri var? Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində müəssisə ilə birlikdə fəaliyyət göstərmək, yəni əməkdaşlıq etmək vəzifəsi var. Bəli. Nizam-intizam qaydalarına əməl etmək o da var. Əməl etmək, təlim-tərbiyə alan uşaqların hüquq və maraqlarını müdafiə etmək, valideynlərin hüquq və maraqlarını müdafiə etmək. Sonra bir də məktəbəqədər təhsil müəssisəsinin əsas inkişaf istiqamətlərini müzakirə etmək kimi vəzifələri özünü göstərir. Məsəl üçün bilirsiniz də, Qəyyumlar Şurasında rəhbəri var, Pedaqoji Şuranın da rəhbəri var, Valideynlər Şurasında rəhbəri var. Ümumiyyətlə, Pedaqoji Şuranın rəhbərinin, sədrinin əsas vəzifəsi nə olar? Müdirin müəllimə. Yəni sədrin. Ola bilər 90% hallarda bəli, Pedaqoji Şuranın rəhbəri müdir olur. Amma 10% hallarda əsasən öz aranızdan da seçə bilərsiniz. Yəni pedaqoji işçilər arasından da müəllimələr qərarla, ortaq qərarla bir nəfəri seçə bilər. Pedaqoji Şurada rəhbər əsasən müdir olur. İndi deyin görüm, sədir deyirsiniz. Bəli, sədir müdürdür əsas etibarən 90% hallarda. Bəli, Yəni sədrin müəllimə müdir, yəni bağçanın fəaliyyəti haqqında, yəni qərarlar qəbul edə bilər də. Sırf olaraq Pedaqoji Şuranın sədrinin əsas vəzifəsini deyin.
Deyimmi? Pedaqoji şuranın fəaliyyətini təşkil etmək. Birinci vəzifəsi budur. Yəni rəhbər nə edir ümumiyyətlə? Fəaliyyəti təşkil edir də. Buradan Bəli. ağlınıza gəlsin ki, rəhbərin əsas funksiyası nə olur? Təşkil Fəaliyyəti etmək təşkil olur. etmək. Bəli. Bəli. Sonra növbəti iclas əgər keçiriləcəksə, onu 15 gün əvvəl Əvvəlcədən müəllimləri planlaşdırır, xəbər məlumatlandırmaq. verir. Bəli, məlumatlandırır. Sonra pedaqoji şuraya daxil olan ərizələr olsun, müraciətlər olsun, digər materiallar olsun, onların qeydiyyatının aparılmasına nəzarət edir. Sonra gündəliyini müəyyənləşdirir ki, bu gün tutaq ki, şuramızda nələr müzakirə olunacaq. Hansı mövzular, bəli. Bəli, bəli. Bildim müəllim. Sonra görüm indi mən qərarı qəbul etmişəm. Görüm indi ona müəllimlər riayət edəcək ya yox. Ona nəzarət etmək. Bir də belə deyim də fəaliyyəti barədə, pedaqoji şuranın fəaliyyəti barədə təsisçi qarşısında hesabat vermək. Nəyi necə etdilər, niyə etdilər, nə üçün etdilər, bu kimi. Bəli. Başa düşdünüz? Bildim müəllimə, çox sağ olun. Bilmədiklərimizi Sağ olun. öyrəndik. Təşəkkür edirik. Siz sağ olun can. Təşəkkür edirəm Nazidə Mən də müəllimə. Çox sağ olun müəllim. Sağ olun. Özümdən tam razı qalmadım müəllimə. Ev yox. İndi Təkrar imkan olsa yazdım. pedaqoji, psixoloji suallardan da müraciət edəcəm sizə. İstəyirəm bir dənə qəşəng nağıl danışasınız. YouTube-a Mən video mi? yerləşəcək. Hə, bir dənə Ümumiyyətlə? Fəridə müəllimə ilə Türkan müəllimə də sual cavab edim. Ondan sonra qayıdacağam sizə burada olsaz. Yaxşı müəllim. Türkan müəllimə. Buradasınız? Bəli, müəllim, Hə, axşamınız onu da xeyir. sual verəcəydim. Elə müəllimə yazıbdı. Hə, pedaqoji şura nə zaman çağırılır? Nə zaman təşkil olunur? Nə zaman çağırılır? Məsəl üçün 1-2 qruplu bağçalarda mən deyim da 2 rübdən 1. Yəni 2 rübdən 1 dediyimiz 6 aydan bir də il belə. ərzində 2 dəfə olan dəfə. deyirsizcə. Bəli, İldə bəli. 2 dəfə. Sonra 3-5 qrup olanda məsələn rübdə bir dəfə idi. 6-12 İldə. qrup olan məsələn 2 ayda bir dəfə olurdu. Aha, deməli onu da bir daha təkrar edək. 1-2 qruplu bağçalarda 2 Demək rübdən il ərzində 2 dəfə, 3-5 qrup olan müəssisələrdə rübdə bir dəfə, 6-12 qrup olan müəssisələrdə isə 2 aydan bir dəfə. 3-5 qrupluda ildə bir dəfədir. 6-12-də isə 2 aydan birdir. Bəli. İndi müəllimə, niyə görə belə olur? Səbəb nədir buna? Səbəbi Qrup sayı az olduqda az, çox olduqda çox olur. çox oldu, Düzdürmü? çox olur. Bəli, Niyə bəli. görə? Çünki çox olduqda plan qurmaq, icmal, fikirlər, Qurmaq ideyalar, çətin olur, uşaqlarla ayaqlaşmaq, ona görə yəni daha çox təşkil olunur, amma az olduqda isə daha az şəkildə təşkil olunur. Bəli. Peşəkar müəllimə sizin üçün nə ifadə edir? Peşəkar müəllimə Türkan müəllimə üçün kimdir? Peşəkar müəllimə işində daim yeniliklərə açıq olan, düz deyirəm müəllimə? Aha, davam edin. Daim üzərində çalışan, proaktiv müəllim olmalıdır. Sonra vicdanlı müəllim olmalıdır. Proaktiv müəllim kimdir? Proaktiv müəllim odur ki, kommunikativ, yox, demokratik müəllim də müəllimə. Yox, qarışdırdınız. Gördünüzmü? Bilmədiniz, amma özünüzdən dediniz. İndi gəlin mənə izah edin. Proaktiv müəllimə kimdir? Türkan müəllimə. Əvvəlcədən nəticəyönümlü müəllimdir də. Müəllim məsəl üçün işini əvvəlcədən hazır eləyən, həmişə daim B planı olan müəllimdir. Yəni məsəl üçün sonradan yanaşmır da əvvəlcədən. Dövrün Hər şeyə tələblərinə əvvəlcədən. uyğunlaşan müəllimdir məsəl üçün. Dövrün tələbləri deməyək. Dövrün tələbləri deməyək. Proaktiv müəllim daha çox konstruktiv bacarığı öndə olan, hər şeyi əvvəlcədən düşünən. Kommunikativ dedim. Konstruktiv bacarığı olan müəllimdir. Sonra daim yeniliklərlə ayaqlaşan müəllimdir. Əvvəlcədən planını hazırlayan, sonra nəticə yönümlü müəllimdir. Bəli, o nəticə yönümlü produktiv müəllimdir. O heç. O produktivlikdir. Proaktivlik isə daha çox konstruktiv bacarıqla özünü göstərir. Yəni necə? Məsəl üçün mən bilirəm ki, bunun axırı belə olacaq. Əvvəlcədən görüb onun qarşısını alıram.
Əvvəlcədən qum saatından, taymerdən istifadə edib qaydamı qururam ki, uşaqlar 15 dəqiqə sizin kompüterdə məşğul olmaq məsəl üçün haqqınız var. 15 dəqiqədən sonra kompüterlər yığışdırılacaq və biz öz təlim fəaliyyətimizə davam edəcəyik. Və yaxud barmaq rəngkarlığı. Uşaqlar 10 dəqiqə vaxtımız var. Əvvəlcədən deyirəm, daha sonra siqnalları ötürürəm. Uşaqlar 5 dəqiqə qaldı. Ayxan, 3 dəqiqəmiz qaldı. Artıq hər şey əvvəlcədən qaydam, prosedurum, gözləntim, hər biri yeri yerindədir. Deməli, mən proaktiv müəlliməyəm. Reaktiv müəllimə isə sonradan hər şey olur, bitir, uşaqlar bir-birini qırır, ətini yeyir. Müəllimə sonradan müdaxilə edir. Bu artıq müəllimənin reaktivliyindən. Reaktiv müəllimdir. Bəli, reaktivliyindən xəbər verir. Peşəkar müəlliməni mən olsam belə ifadə edərəm ki, müəllimənin peşəkarlığı mənim üçün etik davranış prinsiplərindən elə peşəkarlıq və fərdi məsuliyyəti olan müəllimədir. Bunu da belə izah edərəm sizə ki, peşəkar müəllimə işinin peşəkarı, işini sevən, öz üzərində çalışan, qnostik bacarığı olan, yeniliklərə daim açıq olan müəllimə, pedaqoji yanaşmaları bilən müəllimə, özünün və kolleqalarının təcrübəsini sınaqdan keçirib ən uyğununu işində təşkil edən müəllimə, fərdi məsuliyyət qismini isə belə izah edərdim ki, bu müəllimə daha çox işində məsuliyyətlidir. Söz verirsə ki, bu gün saat 9-da iclas olmalıdır. Həmin saatda iclas olub və müəllimə hamıdan qabaq şəkildə iclasda iştirak etməlidir. Yəni, hər bir şeydə müəllimənin məsuliyyəti uşaq qrupa gəldiyi zaman müəllimə gözləməməlidir ki, Aydan gəlsin, mənlə salamlaşsın və yaxud Ayxan özü-özündən qrupa adaptasiya olsun. Xeyr, fərdi məsuliyyəti olan müəllimə əvvəlcədən özü uşağa qarşı belə deyək də təşəbbüskar olmalı, addım atmalı, o məsuliyyəti, belə deyək, o hissiyatı hiss edib uşağı qrupa adaptasiya etməyi bacarmalıdır. Uşaqla ünsiyyətə girməyi bacarmalıdır, ona qrupu sevdirməyi bacarmalıdır. Bu müəllimənin peşəkarlığından və fərdi məsuliyyətindən xəbər verən amillərdən biridir. Yəni, mən olsaydım belə ifadə edərdim. İndi yenə də hər kəsin özünün yanaşması var. Sizin üçün peşəkar müəllimə dediyiniz kimi yeniliyə açıq olmaqda, amma mən sadəcə yeniliyə açıq olmalıdır deyib sussam, bu mənim nitqimin zənginliyindən xəbər verməyəcək. Ona görə daha çox danışmaq, daha çox özümüzü ifadə etmək, nə bacarırıqsa, bəli, əlaqələndirərək danışmaq lazımdır ki, onlar görsün ki, Türkan müəllimə yerin altını da bilir, yerin üstündə bilir. Aydın oldu mu? Ona görə onları bir növ çalışmaq lazımdır, özümüzdə formalaşdırmaq lazımdır. Yaxşı, bəs müəllimə, vicdanlı müəllim kimdir? Vicdanlı müəllim də, belə öz sözümlə deyəcəm, vicdanlı müəllim işində yenə daim vicdanlı olmalıdır, uşaqlara qarşı vicdanlı olmalıdır, kollektivə qarşı. Sonra məsəl üçün valideyn uşağı evdə, valideyn məsəl üçün gecikir, uşaq qalır bağçada. Bu əslində müəllimə qalmalı deyil, iş saatının müddətində qalmalıdır bağçada. O vicdanına görə uşağı orada gözləyir, saxlayır valideynə gələnə kimi və yaxud da əgər elə bir hal ola bilər ki, aparıb evinə kimi ötürə bilər. Bu müəllimənin vicdanından asılıdır. Məsəl üçün sonra başqa bir nümunə Vicdanlı müəllim deyəndə birinci növbədə belə deyək də keyfiyyətli və səmərəlini qeyd edin etik davranış prinsiplərindən. Birinci onu qeyd edin. Müəllimə işini keyfiyyətli, səmərəli təşkil edirsə, lakin bununla yetinmədən həm də vicdan nümunəsi olaraq həm kolleqalar arasında, həm uşaqlar arasında tutaq ki, bir yaralı heyvan görürsə, ona qarşı olan qayğısı ilə, rəftarı ilə, mərhəməti ilə, bəli, vicdanlı müəllimi sanki kamera olmasa belə, müdiriyyət olmasa belə, həmin müəllimə öz işində ən yaxşısını etməyə çalışır. Uşaqlara qarşı qayğısı ilə, sevgisi ilə, ən böyük, belə deyək də, izləyicinin Allah olduğunu bilərək buna uyğun şəkildə davranan müəllimə vicdanlı müəllimədir. Vicdanlı müəllimədir. Bəli. Aydın oldu? Bəli, o qədər oxuyurum, yadımdan çıxır. Müəllimə, bir açıq dərs təşkil etsəz, əsas metodik məqsədiniz nə olar? Metodik məsəl üçün resurslarımdır. Resursum yoxdursa, mən özüm aktyorluq qabiliyyəti olan bir müəllim olmalıyam. Uşaqlara məsəl üçün özüm dərsimi təşkil etməliyəm, özüm
məşğələmi özüm qurmalıyam, özüm aparmalıyam. Resursum olarsa lap gözəl, əgər olmazsa da özüm məşğələmi, özüm yəni aktyorluq qabiliyyətimi işə salıb dərsimi məşğələmi keçərəm. Axı mən aktyorluqla onunla bağlı iş nə demədim axı. Məşğələni keçməyə dediniz. Hə, mən dedim ki, biz açıq dərs verəndə əsas metodik məqsədimiz nə olar? Onu dedim. Metodik məqsədimiz iş üsulumuz, iş formamız, başa düşmədim tam sualı. Planlı, proqramlı bir şəkildə mən metodik məqsədim bu olar ki, planlı, proqramlı şəkildə dərsimi təşkil edərəm. Açıq dərs çox yaxşı bir fürsətdir öz səhvlərimi görmək üçün. Yəni nədə səhv edirəm, nədədir yanlışlarım. Çünki burada bilirsiniz də bizim kolleqalarımız da iştirak edə bilər, düzdürmü? Həmçinin bir növ göstərərəm ki, mən yeniliyi necə tətbiq edirəm, yeniliyə necə açığam. Bir növ açıq dərsin necə nümunəvi bir dərs olduğunu. Smartdan istifadə edərək, Vakodan istifadə edərək, Stiyamdan istifadə edərək, hətta mənim ola bilər ki, düşdüyüm bağçada onlar köhnə sistemdə qalıblar, ənənəvi təhsil modelindədirlər. Mən onlara açıq dərs vasitəsilə göstərərəm ki, bu yenilik, bu yeni metodların üstünlüyü nədir? Bəli, yəni metodik məqsədi budur ki, mən yeniliyi hamıya göstərirəm. Aydın oldu. Onda müəllimə belə bir sual versələr, biz məsəl üçün deyəcəyik ki, metodik, bu hətta müsahibədə də verilə bilər bu sual ilə. Bəli, elə birbaşa olaraq müsahibə sualıdır. Deyəcəklər Türkan müəllimə. Açıq dərs verəndə əsas metodik məqsədiniz necə olmalıdır, nə olmalıdır? Deyirsiniz, birinci növbədə mən açıq dərsi bir fürsət hesab edirəm. Nə üçün fürsət hesab edirsiniz? Ona görə ki, mənim düşdüyüm bağça, düşdüyüm ortam ola bilər ki, yeniliyə açıq deyil və onlar mənim təlim metodlarımı qəbul etməyə bilərlər. Bu zaman mənim üçün məsəl üçün dərsi keçmirlər. Bəli. Mən dövrün tələbinə uyğun dərs təşkil edərək, Vakodan istifadə edərək, Smartdan istifadə edərək, sonra proyektordan istifadə edərək, Stiyamdan istifadə edərək mən göstərərəm ki, mən necə məşğələmi keçirəm və təşkil edirəm. Bəli, yəni birbaşa olaraq neynədiniz? Göstərdiniz ki, baxın, dərs elə yox, belə olmalıdır. Dərs interaktiv necə qurulmalıdır? Uşaqla müəllimin qarşılıqlı əlaqəsi necə olmalıdır? Subyekt münasibəti hansı əsaslarla qurulmalıdır? Vakodan necə istifadə olunmalıdır? Qruplar iş formasında necə müxtəlif ideyalar, necə müxtəliflik? Çünki hələ də bəzi müəllimələr qruplar iş formasında eyniliyi təbliğ edir. Amma qruplar iş formasında birimiz tutaq ki, meyvəni canlandırırsa, birimiz şeir deməli, birimiz onun rəsmini çəkməliyik, düzdürmü? Yəni mən bunları birbaşa olaraq öz kolleqalarıma, müdirə və yaxud da hər hansı bir işçimizə nümayiş etdirirəm ki, baxın, sizin tərəfdaşı olmadığınız təlim mühiti necə gözəl, necə əlverişli və uşaqlarla qarşılıqlı ünsiyyət üçün, fikir mübadiləsi üçün necə effektivdir. Aydın oldu müəllimə? Bəli, çox sağ olun. Siz sağ olun. Müəllimə, belə bir dənə sual verim. Asosial uşaqlar ən çox tərbiyəçidən nə istəyir? Nəyi tələb edir? Tərbiyəçidən ən çox nəyi görmək istəyir? Nəyi tələb edir ən çox tərbiyəçidən asosial uşaq? Biz istəməm, bizi də uşaq. Aha, tamam can, narahat olmayın. Gəlməm, necə idi sual, üzr istəyirəm. Asosial uşaqlar ən çox tərbiyəçidən nə tələb edir, nə istəyir? Asosial uşaqlar, tam yadımdan çıxmır, amma belə deyəcəm ki, asosial uşaqlar, məsəl üçün, uşaqlarla oynamağı sevmirlər. Mənə asosial uşağın xüsusiyyəti lazım deyil. Nə tələb edirlər ki? Mənə o lazım deyil. Mənə lazımdır, asosial uşaqlar ən çox tərbiyəçidən nə istəyir? Nə istəyir? Mənə lazımdır o. Nə istəyər asosial uşaq sizdən? Güvən, bir də təhlükəsiz mühit. Düzdürmü? Güvən, bəli. Niyə görə? Çünki bəs bu xüsusiyyəti, bəs bu mühiti qurmaq üçün tərbiyəçidə hansı xüsusiyyət olmalıdır? Tərbiyəçidə yenə vicdanlıq olmalıdır. Aha, yaxşı. Vicdanlılıqla indi asosial uşağı güvənli və təhlükəsiz bir mühitdə olduğuna inandırın və onu sosiallaşdırın. Məsəl üçün, uşağın dilindən başa düşsün, uşağa məsəl üçün vicdanlı yanaşaraq
uşağı məsəl üçün necə deyim, uşağın qəlbinə yol tapmalıdır. Məsəl üçün, asosial uşaqlar biraz digər uşaqlardan fərqli olurlar, sosial uşaqlardan. Yəni, uşaqlar diqqət çəkməyi sevirlər. Məsəl üçün, uşaqlar istəyir ki, təhlükəsiz mühitdə olsunlar, müəllimənin sevgisini məsəl üçün ehtiyac duyurlar. Siz neynədiniz indi? Mənə sadəcə olaraq dolayısı yolla söhbəti fırlatdınız. Axşamınız Söhbəti xeyir fırlat. müəllim. Hər vaxtınız xeyir Fərdə müəllimə. Olar geniş Aha, danışım bu yaxşı, barədə. deyin. Deyin görüm neyniyərsiniz, siz danışın. Deməli, ilk öncə asosial uşaqlar tərbiyəçidən nə istəyir onu deyim. Daha çox diqqət, daha çox qayğı, səmimi, etibarlı münasibət istəyir. Davamlı diqqət, onu müşahidə eləsin istəyir müəllim. Daha sonra dəstək istəyir, belə deyim, səbr istəyir, mərhəmət istəyir. Bunu Onları etmək üçün bildik. də Aha, Bunu etmək neyniyərsiniz? üçün də tərbiyəçidə nələr olmalıdır? Tərbiyəçidə anlayış olmalıdır, səbir olmalıdır, o uşağa səbirlə yanaşmalıdır. Yəni uşağın yavaş inkişafını gözləmək, onu zorlamadan yönəltmək lazımdır, yəni məcbur etmədən. Empatiya hissi olmalıdır tərbiyəçidə. Yəni başqasının hisslərini başa düşmə bacarığı da İndi empatiya onu nədir? təbliğ edin. Yəni onu hamı deyir. Mənə o lazım deyil. Deyin ki, necə tətbiq edib uşağı sosiallaşdırarsınız. Yəni məsəl üçün hansı fəaliyyətlər verərsiniz, neyiniyərsiniz, hansı addım atarsınız? Asosial Bilirəm, uşağı empatiya. yavaş-yavaş, yəni birdən-birə yox, yavaş-yavaş öyrəşdirmək lazımdır qrupla işləməyə. Yəni onu fərdi yanaşaram təbii ki, uşağı ilk öncə, amma yavaş-yavaş sosiallaşdırmağa çalışaram. Öz yaşıdları ilə oynamağa təşviq eləyərəm. Yəni məcbur eləmərəm, amma təklif eləyərəm ki, yəni öz yaşıdınla, öz dostlarınla oynasan, daha çox əylənərsən, daha müsbət olar sənin üçün. Yəni çalışaram ki, yavaş-yavaş həmin asosial uşağı sosiallaşdırım. Amma birdən-birə yox, təbii ki də yavaş-yavaş. Bunun üçün də zaman lazımdır. Belə bir fikir var. Deyir ki, uşağa sözlə yox, davranışla bunu formalaşdırmaq lazımdır, düzdürmü? Yəni Bəli. sözün nə qədər desəz də bunun faydası olmayacaq. Nə etməliyəm? Seçim verməliyəm. Seçim. Birinci növbədə uşağa təhlükəsiz, güvəndə olduğunu nümayiş etdirmək üçün seçim verməliyəm. Məsəl üçün nə edərəm? 2 dənə boş qab götürərəm, 2 dənə qələm götürərəm. Ayxan, hansını istəyirsən? Qoy başa düşsün ki, mən onun seçimlərinə hörmət edirəm. Birinci növbədə bunu etməliyəm. Məsəl üçün, hansını istəyirsən? Cavab vermir. Nə də reaksiya vermir. Neyniyəcəm? Başını sığallayacam. Gələn dəfə yenə deyəcəm. Ayxan, hansını istəyirsən? Yenə görəcəm ki, cavab vermir. Bir dəfə, 2 dəfə cavab verməyəcək. Artıq uşaq görəcək ki, mən ona hörmətlə yanaşıram, ona seçim verirəm. Hər dəfəsində ona qarşı qayğımı, cavab verməsə belə başını sığallayıram, öpürəm, qucaqlayıram. Deməli, neyniyəcəm? 3-cü dəfə yenə yanaşacam. Ayxan, gəl görək, hansını seçəcəksən? Bu səfər artıq Ayxan seçim edəcək. Bunu istəyirəm. Yenə. Bir gün sonra yenə gələcəm. Artıq bir də soruşacam. Hansını istəyirsən? Yenə barmağı ilə göstərəcək. Tutaq ki, bu qələm istəyirəm, bu karandaş istəyirəm. Belə artıq mən uşağı nə edəcəm? Ələ alacam. Özümü sevdirəcəm. Ona göstərəcəm ki, o təhlükəli bir mühitdə deyil. Tam şəkildə azad, sərbəst, seçim edə biləcəyi, onun qərarlarına hörmət edilə biləcək bir yerdədir. Və belə uşaqlarla da onu qaynaşdıracam, qaynayacaq, qarışacaq. Yavaş-yavaş əvvəlcə fərdi, sonra cütlərə, ondan sonra artıq qrup və kollektivə daxil olacaq. Kimin sayəsində? Mənim ona seçim haqqı verməyimin sayəsində. Başa düşdünüz? Danışanda sözləriniz yaxşıdır, amma sözlərinizi tətbiq edərək mənə deyin ki, mən başa düşüm ki, siz bunu necə edəcəksiniz. Çünki sözdə hamı deyir, empatiya quraram, anlayışla qarşılayaram, amma tətbiqin mənə verin ki, mən sizi seçim Fərdə müəllimə. Bəlkə sizdən sonrakı gələn Türkan müəllimə mənə bunu deyəcək. Bəli. Başa düşdünüz? Ona görə empatiyanı buradakı 73 müəlliməmiz var, ondan bəlkə də 70% mənə deyəcək, eyni cavabı verəcək. Amma tutaq ki, Səbinə müəllimə mənə bu cavabı verəcək. Mən o 70 müəllimənin üstündən xətt çəkib Səbinə müəlliməni seçəcəm. Niyə görə? Çünki o tətbiqi dedi. Aydın oldu? Ona görə əsaslandırmalıyıq. Bu belə. Daha sonra Türkan müəllimə bir dənə də sual verim sizə. Buyur mənə.
Mhm. Bir dənə də sual verəcəm, metodik hissədən verəcəm. Çünki görüm orada necəsiz. Müəllimə, inkişaf sahəsi ilə alt standartı mənim üçün bir dənə fərqləndirin. İnkişaf sahəsinin alt standartı. Alt standart müəllimə 3-cü rəqəmlə ifadə olunur. Başlayanda inkişaf sahəsindən başlayır. Məqsədimiz alt standartdan çıxır. İnkişaf sahəsi isə 4 inkişaf sahəmiz var. Fiziki inkişaf sahəsi, idraki inkişaf sahəsi, estetik inkişaf sahəsi, bir də sosial emosional. Bunun özü ilə bölünür. Onun da inkişaf sahəsinin özünün standartları var idi. Əsas standart, alt standart. Əsas standart 2-ci rəqəmlə ifadə olunur. Alt standart isə 3-cü rəqəmlə. Alt standartdan bizim məqsədimiz çıxır. Alt standart dəqiq olmalıdır. Sonra Başlayanda inkişaf sahəsindən başlayın. Deyin, inkişaf sahəsi. Aydın oldu, bildim. İnkişaf sahəsinə başlayırıq. Ondan sonra alt standart haqqında məlumat verirsiniz və inkişaf sahəsi haqqında da məlumat verəndə deyirsiniz ki, inkişaf sahəsi birinci belə deyək də. Deyin, inkişaf sahəsi uşaqların ümumi təlim nəticələrini formalaşdırmaq üçün əsas baza rolunu oynayan məzmunun ən zəruri hissəsidir. Bu daha qəşəng tərifdir. Aydın oldu. Deməli, bir daha təkrar edirəm. İnkişaf sahələri uşaqların ümumi təlim nəticələrini formalaşdırmaq üçün baza rolunu oynayan məzmunun ən zəruri hissəsidir. Leytmotivdir, dəyişməzdir, sadəcə bilikdən ibarətdir, informasiyanı ötürür. Bəli. Və alt standart isə inkişaf sahəsi üzrə demirik, əsas standart üzrə görüləcək, belə deyək. Əsas standartda ifadə olunan fikrin konkret və tətbiqi hissəsidir deyirik. Özünün də 4 dənə funksiyası var. Dəqiq, düzgün, davamlı və inteqrativ. Dəqiqliyi izah edə bilərsiniz. Əgər imkan versələr, sözünüzü kəsməsələr, dəqiqliyi, düzgünlüyü, davamlılığı və inteqrativliyin izahına keçid edə bilərsiniz. Amma desələr ki, yetərlidir, orada artıq sizin yetərlidirə qədər yetərli cavabı verməyiniz lazımdır. Yəni, konkret şəkildə ifadə etməyiniz lazımdır ki, mən sizdən razı qalım. Aydın oldu mu? Aydındır. Təşəkkür edirəm, Türkan müəllimə. Çox sağ olun. Fərdə müəllimə, sizə də 11-də dərsim var, elə müsahibə dərsim var. Gəlin bir neçə də sual sizə verim, ondan sonra yekunlaşdıraq. Bəli, mənim. Buyurun. Yaxşı. Sizə də sualım nədir? Belə bir sual verim sizə müəllimə. Komissiya üzvüyəm. Sual verirəm ki, bu gün hansı sualı gözlədi Fərdə müəllimə, amma mən ona o sualı vermədim. Bu gün mənim gözlədiyim hansı sual oldu? Amma o sualı vermədiniz. Vermədim. Nə deyim müəllimə? Qalaram belə. Nə deyim? Hansı sualı deyim? Yanaşmaları yazıblar. Yəni ürəyimdən keçən suallar. Məlahət müəllimə yazıb maaş artıb. Deyərəm, ən yaxşı bildiyim hansı mövzudursa ondan deyərəm ki, bu mövzunu istəyərdim sual verəsiz. O suallarda təəssüf ki, vermədiniz. Nə bilim, hamısını verdiniz. Bircə mən istədiyimdən başqa. Gülcəz müəllimə, siz də avtomatik özünüz öz fərmanınızı imzalayırsınız. Belə deyərəm də. Mən deyərəm ki, fikirləşim. Deyərəm ki, əslində verilməli olan bütün suallar verildi deyə düşünürəm. Nə bilim, belə bir şey. Ola bilər. Deyə bilərsiniz ki, düşünürəm ki, bugünkü suallarınız, bəli, verməli olduğunuz bütün sualları vermisiniz. Amma mənim ən çox gözlədiyim suallar ünsiyyətlə, uşaqla ünsiyyət, valideynlərlə əməkdaşlıqla bağlı suallar gözləyirdim. Çünki bu mövzular gündəlik olaraq tərbiyəçilərin fəaliyyətində önəmli mövzular olduğu üçün daha çox bu suallar üzrə yönəlmişdim. Amma verdiyiniz suallarda düşünürəm ki, yetərincə cavablandırdım. Bəs mənimlə olsun ki, bəlkə mənə elə əməkdaşlıqla bağlı suallar versələr. Onu versələr deyə bilərsiniz ki, məsəl üçün, uşaq psixologiyası, onların təlim-tərbiyə metodları ilə bağlı suallar gözləyirdim. Çünki daima bu sahədə öz üzərimdə işləyən bir müəlliməyəm. Əgər amma işləyirsinizsə təbii ki, məsəl üçün təlim-tərbiyə ilə bağlı. Hə, da, yəni yalandan deməyək. Birdən dedi, hə, yaxşı, onda bir sual verim. Onda peşman olmayaq da, onda da peşman olmayaq.
Düzdür, Başa düzdür. düşdünüz? Hə. Bəli. Elə Montessori yanaşmasını necə tətbiq edərsiniz? Aysel müəllimənin ən çox sevdiyi yerdən verim sizə sualı. Montessori yanaşması uşaqlarda, məsəl üçün akademik biliklər verdiyim zaman, məsələn, riyaziyyat məşğələsində uşaqlara ümumiyyətcə bütün nəzəriyyələr önəmlidir. Bütün yanaşmalardan istifadə eləyərəm. Amma məşğələ şəraitində təbii ki, dediyim kimi Montessori nəzəriyyəsindən uşaqlarda riyaziyyat məşğələsi zamanı istifadə eləyərəm. Daha sonra bədii təfəkkür məşğələsində Waldorf nəzəriyyəsinə müraciət eləyərəm. Ətraf aləmlə tanışlıq məşğələsində Emiliya nəzəriyyəsinə, uşağı mərhələli şəkildə öyrənmək istəyirəmsə Piaget nəzəriyyəsinə, belə, yəni bütün yanaşmalardan istifadə eləyərəm məşğələ şəraitində. Yəni bütün nəzəriyyələr Deməli, önəmlidir. bütün nəzəriyyələr önəmlidir, amma Montessori deyirəmsə, konkret o barədə danışmalısınız. Montessori konkret riyaziyyat məşğələsi zamanı uşaqlara akademik biliklər öyrədərkən Montessori nəzəriyyəsinə müraciət eləyərəm. Fəaliyyət mərkəzlərini qurarkən, daxili mühiti Bəli. əsas götürərək, düzdürmü? Sonra Bəli, bəli. uşaqlara müstəqil öyrənmə səriştəsini formalaşdıraraq, onlarda hazır mühiti təşkil edib Uşaqlara gözə görünməz qərar bələdçi qismi. vermə, yəni orada var idi qərar qəbul etmə uşaqlar axı O özləri. Emiliyadadır. Qərar qəbul etmə Emiliyadadır. Qarışdırdım. Qarışdırdınız. Hə, qarışdırdınız. O Emiliyadadır. Müstəqil öyrənmə, bir də Müstəqil riyaziyyat öyrənmə, cəhətdən problem həll etmə var idi. O da riyaziyyat yönümlü problem həll etmə idi Bəli, ki, bəli. Problem biz həll qeyd etmə, hə. edirdik. Riyaziyyat Bəli. yönümlü problemlər, məsələləri həll etmə. Bir də burada necə idi? Məsəl üçün hər ikisində var. Böyüklər balacaları öyrədir. Sadəcə Montessori'də böyüklər balacalar üçün daha çox məsuliyyət daşıyır. Bəli. Və buradakı oyuncaqlarımız didaktik oyuncaqlar, stolüstü oyuncaqlar, oyunlar olmalıdır ki, uşaqlar intellektual cəhətdən inkişaf etsinlər. Daha çox stolüstü oyunlar güşəsi, riyaziyyat güşəsi çox önəmlidir. Həmçinin uşağın öz səhvini özünün düzəltməsi, sosial emosional cəhətdən özünü idarə etməsi, özünü tənzimləməsi, bütün Bəli, bunları uşağa gözləmə vaxtı verilirdi ki, bəli, öz səhvini özü bəli, düzəltsin. özü Müəllimə düzəltsin. burada sadəcə gözə görünməz icra edici bələdçi idi. Həmçinin deyə bilərsiniz prinsiplərdən diferensial yanaşma prinsipini burada istifadə Bəli, edərəm. Yəni bəli. çox şey demək olar əslində. İndi ağlımıza gələnləri deyirik, amma daha çox Yəni şeyləri də orada Montessori'yə ifadə aid etmək nə olar. bilirəmsə, danışaram. Hamısını ifadə edə Bəli. bilərsiniz bu formada. Təşəkkür edirəm Fəridə müəllimə. Çox sağ olun. Vaxtım Mən təşəkkür qısıtlıdır deyə. edirəm. Ümid edirəm ki, razı qaldınız dərsimizdən müəllimələr. 1 saat Çox müddətimiz sağ də olun. olsa, ümid edirəm ki, hər biriniz üçün effektiv oldu. İnşallah müəllimə noyabr qrupuna İnşallah. qoşulacağam inşallah. İnşallah. Müsahibə üçün. İnşallah can. Var olasınız. Can. Çox Mən sağ də olun sizləri müəllimə. sevirəm. Çox sağ olun. Çox sağ olun. Videonu yerləşdirəcəm YouTube, amma hamınızdan yorum gözləyirəm. İndidən deyim biləsiniz. Yaxşımı? Bol-bol yorumlar yazarsınız, bir də bəyənməni çoxaldarsınız. Baş Hər üstə. birinizi öpürəm. Başınız güllər üstə. Özünüzə yaxşı baxın. Görüşənə qədər. Çox sağ Sağ olun. Sağ olun.